Vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bugün sizlərlə bir yerdə sual-cavab rubrikamızın 5-ci bölümünü bölüşürük. Ümid edirəm ki, bu suallar sizin üçün faydalı olar. Ümumiyyətlə, həm MİQ, həm sertifikasiya, həm buraxılış blok imtahanları üçün faydalıdır. Yəni, ədəbiyyatdan hazırlaşacağınız bütün imtahanlar üçün bu suallar önəmlidir. 5-ə qədər olan hissəni izləyib sonra bunu izləsəz daha faydalı olar. Başlayaq ilk sualımızdan. Niftalı Koxanın atası mürşidi oğlu kimi qəbul edib, ona ev-eşik verir, evləndirir. Fikri doğrudurmu? Doğru cavabı səsləndirirəm. Ümumiyyətlə, bu fikir yanlışdır. Çünki mürşid əvvəlcə mala baxdı, sonra əkin-biçinə getdi. Niftalı ilə dostlaşıb, lap qardaş oldular. Atası öləndən sonra Niftalı ona torpaq da verdi. Köməkləşib, balaca bir daxma da tikdilər. Mal-qaradan pay ayırıb, bir at da bağışladı, qohum qızlardan birini də alıb onu ev-eşik elədi. Deməli, əvvəla onu, yəni Niftalı Koxanın atasının oğlu kimi qəbul eləməsi deyil, sadəcə evinə qəbul eləməsini biz bildik. İkinci, Niftalının atası yox, Niftalının özü bu əməlləri edir. Yəni, Niftalının öz atası öldükdən sonra o mürşidə bu qədər yaxşılıq edir. Yəni, bunları edir. Bəzən sizi çaşdırmaq üçün bu əməllərin hamısını Niftalının atasının etdiyini deyə bilərlər. Burada diqqətli olun. Növbəti sualda deyir ki, quzeydə ayağa qalxdı məmləkət. Bir təpə, bir dağla üz-üzə gəldi. Millətin qəlbində boy atan nifrət, köksün həmləsi ilə o dağı dəldi. Bənd hansı əsərə aiddir və hansı fikirlər ifadə olunur? Doğru cavabı təqdim edirəm. Bənd İstiqlal poemasındandır və 1990-cı ildə 20 yanvar qırğınına işarədir. Yəni, bu ildə baş vermiş 20 yanvar hadisələrini işarədir. Baxın, bir təpə, bir dağla üz-üzə gəldi deyəndə təpə bizik, dağ isə nədir? Rusiya. Və belə olan halda növbəti bəndə baxaq, bu bənddən sonra gələn. Deyir, yaman acıq gəldi bu nifrət ona, tankların altında əzdi milləti, sığdıra bilmədi dağ qüruruna, təpə önündəki məğlubiyyəti. Deməli, artıq Rusiya balaca, kiçik bir xalqın ona bu cür nifrətlə yanaşmasını və ona mənəvi olaraq qələbə çalmasını qəbul edə bilmir. Və biz bu iki bənddə də sırf 20 yanvar hadisələrini xatırlayırıq. Təpə deyəndə biz, dağ deyəndə isə onlar nəzərdə tutulur. Quzeydə Şimali Azərbaycanda baş verdiyinə işarə edir. Zərnigar xanım oğlu Şamxalı atasının üstünə salmaqla yanaşı, özü də Cahandar ağaya açıq şəkildə etiraz edir və mələyi evdən çıxarmasını tələb edirdi. Fikri doğrudurmu? Doğru cavabı səsləndirirəm. Yanlış fikirdir. Zərnigar xanım oğlu Şamxalı Cahandar ağanın yox, mələyin üstünə salır. Bu bir. Və onun niyyəti Cahandar ağa ilə oğlunun arasını vurmaq deyildi. Sadəcə mələyi bu evdən qovaraq nə etmək? Öz, necə deyərlər, adlarını təmizləmək idi. Eləcə də bu məsələ onun üçün ağır olsa da, açıq şəkildə Cahandar ağaya etiraz etməyə cəsarəti olmur. Növbəti sual. Vahşivən qoparan ananı qonşuların verdiyi təsəlli müəyyən qədər sakitləşdirə bilir. Qaytar ana borcunu əsəri ilə bağlı fikir doğrudurmu? Doğru variantı təqdim edirəm. O yenə dözdü, durdu, o yolmadı saçını, səslədi qonşuları, əsmər çiçək bacını. Yenə də azalmadı ürəkdən bala dərdi, onlar oğul vermədi, onlar təsəlli verdi. Demək ki, ana əvvəla vahşivən qoparmır. Deyir, o yolmadı saçını, dözdü, səbr elədi. Və ona gələn əsmər çiçək bacı kimi qonşular onu təsəlli edirlər eləməyinə. Amma bu sakitləşdirə bilməz onu. Çünki onlar ona təsəlli verir, quru söz deyir. Onlar oğul vermir ki. Növbəti sual. Açıq kitab əsərindəki bu obraz yaxşı savada malik olmaq istəyir. Bunun üçün də konfliktə girməkdən çəkinmir. Söhbət kimdən gedir? Doğru cavabı təqdim edirəm. Söhbət Rübabədən gedir. Hansı ki, Rübabə
Gəldiyevin briqadasına düşsə də, öz stulunu çəkir və Vahidgilin nəyinə gedir? Briqadasına gedir, komandalarına daxil olur. Gəldiyev narazılıq edəndə də, orada-burada bunu dilləndirəndə də Rübabə deyir ki, mən savad almaq istəyirəm. Gəldiyev 3-4 dərs buraxır gündə, mən isə ondan heç nə öyrənə bilmərəm. Yəni, Rübabə Gəldiyevlə konfliktə girməkdən çəkinmir, nədir, doğru şəkildə təhsil alsın. Çınar uzun ömürlü olduğu üçün müəllif də özünə bu qədər ömür arzulayır. Fikri doğrudurmu? Çınar ömrü əsəri ilə bağlı. Doğru cavabı səsləndirirəm. Yanlışdır. Bir belə çınar ömrü olsun deyirəm ömrüm. İllərin sayına görə yox, bir ömür ki, xatirələrdə yanğısı izi qalsın, neçə-neçə ömürdən çox. Demək ki, müəllif özünə Çınarın ömrü kimi bir ömür arzulasa da, Çınarın 499 il yaşamasına görə bunu arzulamır, uzun ömürlü olmasına görə bunu arzulamır. Dəyərli, hörmətli bir həyat sürməsinə görə bunu arzulayır. Növbəti sual. Vaqif Xuramanın vəfasızlığını öncədən müəyyən etmiş və Azərbaycan qadınının bu sifətə malik olduğunu bildirmişdir. Fikri doğrudurmu? Doğru cavabı təqdim edirəm. Əvvəla, Vaqif Xuramanın vəfasızlığını öncədən sezə bilmişdi. Bura kimi doğrudur. Ancaq yanlış olan digər tərəfidir. Düşüb düşməyəli bu saraylara hələ rast gəlmədim vəfalı yara. Bir də, deyəsən şöhrəti çox sevir qadın. Ah mənsəb, ah şöhrəti, yaranmasaydın. Fikirləri Vaqifə aid olsa da, bu fikirləri Azərbaycan qadınına yox, məhz Xuraman kimi qadınlara aid edir. Növbəti sual. Övladını oda alova yollayan, ölümlə pəncələşməyə yola salan ana özünü saxlaya bilmir, emosionallaşır, ağlayır. Ananın öyüd əsəri ilə bağlı fikir doğrudurmu? Doğru cavabı təqdim edirəm. Yanlışdır, ana özünü əsər boyu təmkinli aparır. Nəzəriyyədən son 2 sualımızı təqdim edib videonu yekunlaşdıracağıq. Bədii sualın qrammatik sualdan fərqi nədir? Doğru cavabı təqdim edirəm. Bəzən əsərdə fikir bədii sual şəklində ifadə olunur. Bu, hər hansı məlumatı öyrənmək üçün qurulan sual cümləsindən, yəni qrammatik sualdan fərqli olaraq, emosionallığı artırmaq, fikrin daha qabarıq ifadəsinə nail olmaq məqsədi daşıyır. Adi, qrammatik sualdan fərqli olaraq, bədii sualda cavab almaq məqsədi güdülmür. Məsələn, Süleyman Rüstəmin Təbrizim şeirində bədii sualdan istifadə edilmişdir. Nədir o mənalı, dərin baxışlar? Əlavə olaraq bədii sualların gembol istifadə edildiyi bir əsər bilirsinizsə, şərhlərdə yaza bilərsiniz, digər izləyicilərimiz üçün də faydalı olar. Sonuncu sual. Hansı bədii təsvir və ifadə vasitələri işlənib? Bir səhər gördüm ki, durulub yatır, kəpəzin dibində burulub yatır, qovulan ceyran tək yorulub yatır, daş atdım, diksinib oyandı göy-göy. Bəndində işlənmiş bədii təsvir və ifadə vasitələri nələrdir? İzləyicimiz doğru cavabı şərhdə yazacaq. Və xahiş edirəm, şərhdə yazarkən, məsələn, 3-cü misrada filan təsvir vasitəsi var formasında yazın. Sadəcə təsvir vasitəsinin adını yazdıqda, digər şərh yazan şəxslərə, şərhi oxuyan şəxslərə bu aydın olmaya bilər. Eləcə mən özüm də baxım ki, abituriyentimiz doğru mu cavab səsləndirib, yoxsa doğru cavabı versə də səhv misra üzərindən bunu qeyd edib. Bunu bilmək mənim üçün də faydalı olar ki, şərhləri düzgün qiymətləndirim. Ümid edirəm sizin üçün faydalı oldu. Sağ olun, salamat qalın.